Nəhayət bu mövsüm Sabah klubunun sabahı xeyri açıldı. Yaranmasının 9-cu ilində əsas komanda ilk dəfə Azərbaycan çempionluğunu qazandı. Masazır təmsilçisi bu uğura doğru addım-addım gəlirdi. Premyer Liqada bir dəfə gümüş, bir dəfə bürünc medalları qazanan Sabah, ötən mövsüm Azərbaycan kubokunu qazanmaqla ilk titulu klub muzeyinə aparmışdı. Ötən yay baş məşqçi postuna gətirilən Valdas Dambrauskas isə Sabah həm kubok, həm çempionluğu qazanmaqla qızıl dubl etdi. Hərçənd mövsümün startı onlar üçün o qədər də könül açıcı değildi. İlk 5 turda İmişliyə məğlubiyyət, özündə olmayan Neftçi və Sumqayıtla heç-heçlər və 2 qələbə. Amma Dambrauskasın ordusu tədricən sürət yığmağa başladı. Çempionlar Liqasının gərginliyi, yorğunluğu altında sıxılan Qarabağın ara sıra xal itkiləri də bir tərəfdən işə yaradı. Dekabrın 18-də birinci turdan təxirə salınan oyun qış çempionluğunu müəyyənləşdirdi. Sabah bu maçda Qarabağı 2-1 məğlub edərək zirvəni ələ keçirdi və mövsümün sonunadək bir daha oradan enmədi. Sabah Qarabağdan bu mövsüm üstün olduğunu təkcə bu qələbə ilə deyil, sonraki 2 çempionat və 2 kubok görüşündə də isbatladı. 2 qalibiyyət, 2 heç-heçə. Ümumilikdə Sabahın Qarabağ qarşısındakı məğlubiyyətsiz oyunlar seriyası 9 maça çatdı. Bütün bunlardan sonra Sabahı dartaraq çempion etdilər. Sabaha hakimlər kömək etdi. Demək üçün ya gözün kör olmalıdır, ya vicdanın. Bəli, Sabahın xeyrinə hakim səhvləri oldu, amma Sabahın əleyhinə də hakim qərarlarını gördük. Ümumiyyətlə, hakimlərin səhvlərindən bu mövsüm bir çox klublar zərər çəkdi. Haqları yeyildi. Bu haqda sujetin sonunda. İllərlə deyirdik ki, çempionatımız rəqabətsizdir. Qarabağ bir ayaqla çempion olur. Layiqli rəqiblər olmalıdır. Buyurun, bu da layiqli rəqib. Mövsümün ən çox qalib gələn, ən az uduzan, ən çox qol vuran və ən az top buraxan, ən yaxın izləyicisi Qarabağ kimi Azərbaycan futbolunun brendini 9 xalqa bağlayan Sabah. Əsas rəqibi Qarabağa ardıcıl 9 oyun uduzmayan bir komandanın sadəcə əlini sıxıb təbrik etmək lazımdır. Daha çempionluğuna kölgə salmaq yox. Çempionun 33 oyunda vurduğu 75 qolun 40%-i 2 futbolçu Joey Lens Mikels və Velko Simiçin hesabındadır. Həqiqətən möhtəşəm mövsüm keçirdilər. Sivasspordan icarəyə götürülən Simiç, eləcə də Almaniyanın Holstein Kiel klubundan Sabahda icarə əsasında oynayan Timoteusz Puchac mövsümün ən yaxşılarından idi. Sabah tam doğru olaraq hər iki futbolçunun transfer hüququnu mövsüm bitincə aldı. Simiçlə 2, Puchacla 3 illik müqavilə imzalandı. Kapitan Amin Seydiyev, Pavel Şafranko və Jesse Sekidika'nın klubdan ayrılması artıq dəqiqləşib. Amma əsas odur ki, Sabah çempion heyətin özəyini Avrokuboklar üçün qoruyub saxlayıb. Sabah həm də idman prinsiplərinə hörmətlə yanaşdı. Bəziləri çempionluq qazanan komandanın Azərbaycan kubokunun finalında zirəyə güzəştə gələcəyini gözləsə də, Dambrauskasın komandası buna yol vermədi. Zirə üzərindəki finalda qələbə Neftçinin Avropaya yolunu açdı. Neftçi ilə oyunlarda, tribunalarda Lalə Məmmədovanın "Bu şəhər ikimizə dar" mahnısı ilə rəqibə replika atan Sabah bu dəfə Neftçinin Avrokuboklara vəsiqə qazanmasında mühüm rol oynamaqla sanki mahnının yeni versiyasını yaratdı. Bu şəhər ikimizə dar, Avropada isə yerimiz var. Avropa demişkən, Azərbaycan çempionluğu uğurdur, amma bir növ çempionluq diplomunun təsdiqi Avrokuboklarda olur. Sabahın samballı heyəti təxminən 30 milyon manat civarında büdcəsi və ən əsası əla baş məşqçisi var. Qarabağla rəqabətə Qurban Qurbanovla baş-başa gəlməyə illər boyu Azərbaycanda bir çox xarici məşqçilər çalışıb. Az-çox Qəbələdə Roman Qirqarçuk Qurbanov və komandasına qarşı layiqli rəqib olaraq ortaya çıxmışdı. Dambrauskas isə tam fərqli səviyyə göstərdi. Yeni mövsümdə Qurbanov Dambrauskas rəqabətini izləmək daha maraqlı olacaq. Amma ona qədər Litvalı mütəxəssis öz Sabahı ilə Avropada nəyə qadir olduqlarını göstərməlidir. Neftçinin 2021-ci ildəki çempionluğunda olduğu kimi Sabah da Avropanın bütün klub turnirlərini 45-50 gün ərzində oynayıb başa vuracaq. Əli ətəyindən uzun ölkə çempionatına qayıdacaqsa, evdə xoruz, çöldə fərə çempion Azərbaycan futboluna lazım deyil.